Xırdalan şəhərində yerləşən Chaplin pub adlı yaşayış obyektində ciddi insident baş verdiyi iddia olunur. Redaksiyamıza daxil olan video görüntülərdə məkan daxilində kütləvi davanlar əks olunub. İddialara görə Xırdalan şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən sözügedən məkanda rəhbərlik və personalın müştərilərə qarşı zorakılıq tətbiq etdiyi görünür. Kadrlarda obyekt əməkdaşlarının müştəriləri döydüyü öz əksini tapır. Məlumata əsasən, məkanın sahibləri olduğu deyilən Coşqun və Fazili adlı şəxslərin hadisədən dərhal sonra video görüntüləri silməyə çalışdıqları və məsuliyyətdən yayınmaq istədikləri də səsləndirilir. Redaksiyamızın əldə etdiyi digər görüntüdə isə özünü müəssisə rəhbərliyi kimi təqdim edən şəxsin müştəriyə şillə vurduğu və bu görüntünü şəxsi qruplarda paylaşaraq Həzrəti Abbas şilləsi kimi ifadələrlə məsxərəyə qoyduğu iddia olunur. Bununla yanaşı, məkanda azyaşlı qızların gecə saatlarından sonra müştəri qismində cəlb olunması və müxtəlif içki məclislərinin təşkili ilə bağlı da iddialar irəli sürülür. Eyni zamanda Coşqun adlı şəxsin mübahisələr zamanı müştərilərə qardaşının hüquq mühafizə orqanlarında çalışdığını deyərək hədə-qorxu gəldiyi də qeyd edilir. Bir daha xatırladırıq ki, video görüntülər istisna olmaqla səsləndirilən digər məqamlar iddia xarakterlidir. Ümid edilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılacaq və hüquqi qiymət veriləcəkdir.